Əgər Allah bilirdisə ki, mən günah edib cəhənnəmə düşəcəyəm, məni niyə yaratdı? Əzər, səhv, xəta, günah kimi şeylər bəşərin edə biləcəyi mümkün bir işdir. Allah bunları nəzərə alıb, günah mı etmisən? Bunu düzəldə bilərsən, həll edə bilərsən. Allah çıxış yolu qoyub. Gəlin Qurandan bəzi nümunələrə baxaq. 1. Tövbə. Təhrim 8-də oxuyuruq. Ey iman gətirənlər, Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin. Nisa 18-dən isə bizə belə məlum olur ki, ölüm anı gələnədək Allah tövbə qapısını üzümüzə açıq qoyub. Yetər ki, səmimi tövbə edilsin və düzəliş aparılsın. 2. İman və salih əməldir. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm surəsinin 2-ci ayəsində oxuyuruq. İman gətirib yaxşı işlər görənlərin öz Rəbbindən gerçək həqiqət kimi Muhammedə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır. 3. Təqva. Ənfal 29-da oxuyuruq. Ey iman gətirənlər, əgər Allah qarşısında təqvalı olsanız, o sizə haqla nahaqqı ayırt etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Təqva, yəni Allah qarşısında özünə çəki düzən vermək, özünə nəzarət, özünü günahlardan qorumaqdır. 4. Gizli infaq etmək. Bəqərə 271-də oxuyuruq. Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. 5. Qərzul həsənə, yəni gözəl şəkildə borc. Təğabun 17-də oxuyuruq. Əgər Allaha gözəl bir borc versəniz, o bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allaha borc vermək də nədir? Bu barədə ayrıca danışmaq lazımdır. 6. Böyük günahlardan çəkinmək. Nisa 31-də oxuyuruq. Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, biz sizin təqsirlərinizdən keçərik. Əzizlər, sizcə Allah daha nə etməlidir? Bu qədər şəfqət, mərhəmət göstərir, çıxış yolları qoyur. İnsan isə ağız əyir. Mən niyə günah edirəm? Niyə yaratdı deyir. Əzizim, bu artıq sənin problemindir.